Rəşadla Pərviz də gəlsin. Bir də Ağdam əmrimizdə xahiş edeyim, xəbər göndərmişdik. Nədir, onu istəyin yetməyə yerinə. Yəni çalışıq, şirin sözlər deyək, kəndimiz sürmüşük. Molla Məmmədin afiyetidir, mən ondan etmişim. Uzun sözün qısası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir. Meyxana ixtirası Maşdağa kəndindədir. Meyxana ixtirası Maşdağa kəndindədir. Ustadlarımızın ecdadı var. Hər kəsənin özünün bala adı var. Buranın ağır babası Seydibadı var. İndi ezen libası Maşdağa kəndindədir. İndi ezen libası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir. Meyxana ixtirası Maşdağa kəndindədir. Yaxşı sözə bu yerdə qiymət qalır. Ağatərindən bizlərə sənət qalır. Meyxananın mirası Maşdağa kəndindədir. Meyxananın mirası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir. Yusuf bunlar gəlmə gidik gümanə. Bir də quşum vardı qaldı dumanə. Ya bir gəhər ged yaranar daranə. Təmiz havası Maşdağa kəndindədir. Təmiz havası Maşdağa kəndindədir. Sözün qısası Maşdağa kəndindədir. Molla Məmməd gör nə deyib ay ağa. Yaz ki olur kəndə köçürlər bağa. Günbə gündən gözəlləşir Maşdağa. Hər yandan xəstələr gəlir çıldağa. Liboy dərdin dəvası Maşdağa kəndindədir. Liboy dərdin dəvası Maşdağa kəndindədir. Kəndimizdə toy olur bir də oğlana. Onun adına tez vurulur toyxana. Liboy toyda söylənilir meyxana. Sözün ruha qidası Maşdağa kəndindədir. Sözün ruha qidası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir. Bugün sizi istəməyə hazıram. Meyxanamı təsləməyə hazıram. Liboymuzla sözləməyə hazıram. Meyxana əjdahası Maşdağa kəndindədir. Meyxana əjdahası Maşdağa kəndindədir. Mənə burada bir də işarə vardı. Söz deyəsəm ürəkdə yarə vardı. 42 metrəlik minarə vardı. Bu cür məscid binası Maşdağa kəndindədir. Bu cür məscid binası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir. Meyxana ixtirası Maşdağa kəndindədir. Maşdağa kəndi də Bakıya bağlıdır. Bakı da haqlıdır, bu kənd də haqlıdır. Meyxananın şahı Rəşad dağlıdır. Özünü intihası Maşdağa kəndindədir. Özünü intihası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir. Rəşad dedim bir qulaq at betə. Rəhmət deyək elçinə Molla Məmmədə. Ağa Səlim o vaxt gedib rəhmətə. Bir də Məşəd babası Maşdağa kəndindədir. Bir də Məşəd babası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir. Xoşuma gəlmir o oğlanın istili. İnsanın gərək şirin olsun dili. Olmasın qoy onun qəmin iskili. Mübarizin qıraqda çıxmır dili. Onun elə iştahası Maşdağa kəndindədir. Onun elə iştahası Maşdağa kəndindədir. Özür məni danışmaram yalandan. Xoşum gələr sözü bilib qanandan. O vaxtda bir şair gəlib İrandan. İndiyəcən sədası Maşdağa kəndindədir. İndiyəcən sədası Maşdağa kəndindədir. Uzun sözün qısası Maşdağa kəndindədir.
şair gerektir öz seninle düşün. Ne dostu ne de düşmeniyle düşün. Şair aktarıram meninle düşün. Bu Allah'ın belası Maçdağa kendindedir. Bu Allah'ın belası Maçdağa kendindedir. Uzun sözün kısası Maçdağa kendindedir. Benim günüm toylarda akşam olup, toy olan günü mənə bayram olup, burada ağıysen olup, ikram olup, var qohum əqrabası Maçdağa kəndindedir. Var qohum əqrabası Maçdağa kəndindedir. Bu şəhsə nöqsandır təkəbbür qurur. Ona görə kənd əhli tapıbdır uğur. Bir gün görək imamımız eləyib zuhur. Şiyələrin ağası Maçdağa kəndindedir. Şiyələrin ağası Maçdağa kəndindedir. Uzun sözün qısası Maçdağa kəndindedir. Hərdən olur özünüzü istedirsiniz. Meyxanavuzdan bizi çərlədirsiniz. Xəstə olanda süz əkimə gedirsiniz. İlahinin şəfası Maçdağa kəndindedir. Onun xeyir duası Maçdağa kəndindedir. Ələkbər bu söhbəti düz deməzdi, saxlayardı, növbəni gözləməzdi. Mənim sözümdən sonra söz deməzdi. Varsa abır həyatı Maçdağa kəndindedir. Varsa abır həyatı Maçdağa kəndindedir. Səni daim soraqlayardım. Sən qaçardın, səni də qabaqlayardım. Bugünkü toyda səni bağlayardım. Necməddinin tahası Maçdağa kəndindedir. Uzun sözün qısası Maçdağa kəndindedir. Mənim baxmacından ki, çox qarışıbdır başım, hələ də pozulmayıbdır. Tam afisəm yaddaşım, intihası demişdim. Nəzməddin də qardaşım, böyük xeyir duası Maçdağa kəndindedir. Böyük xeyir duası Maçdağa kəndindedir. Mən demişdim, meyxananı bədahətən demişdim. Xeyir duanı hələ mən demişdim. Onun sesi sedası Maçdağa kəndindedir. Vardı sesi sedası Maçdağa kəndindedir.